edirəm, əziz eşidənlər, bu Əsli Kərəm dəstanıdır. Qəblən biz 2 navar oxumuşduq Əsli Kərəm dəstanından. Dostlar xahiş elədilər ki, bunun bütünü olsun. Biz istirik indi bu indi 30 navar ola, 40 navar ola. Biz sizə xidmətinizə çatdıracağıq. Gözəl filmlərdarımız Ay Məhərrəm Nəcəfi, yəni Səvalan. Sazda Salib oxuyan Hüseyn Sahididir, Balabanda Salam Məhəmməd Məhəmmədidir, Qavalda Salam Seyfi Əli Haqqıdır. Dastanımızın əvvəlində istirik bir dana deməli, Quba təzisi oxuyaq, bunun birazdan meydan şəsləsidir. Ondan sonra Kərəm dastanımıza görə Əsli ilə Kərəm dastanı necə olur? Qardaş sənlə danışır bu dünyada namətlərdən ay boyu. Ha belə dərviş olub ey biyaban gəzərəm, ərəb bərri, farsı səhra, türkü çöl. Qardaş sənlə danışım bu dünyada namətlərdən ayıq ol. Dərviş olub biyabanı gəzərəm, ərəb bərri, farsı səhra, türkü çöl. Götürüb şair o bilsin. Getirən insana yatmaq o, xədən getirən adamla sən eyləməzən ki. Ha belə Əzrail gələndə solacaq rəngi, ərəb əhmər, farsısı sol, türkü al. Getirən insana atma o xədənk, getirən adamla gəl eyləməzənk. Əzrail gələndə solacaq o rəng, ərəb əhmər, farsısı sol, türkü al. Belə Hüseyin Said çal gələm oğlan, eyləyər dünyada sənə də var. Ha belə dünyanın oldu Beytüstanı Qubani, ərəb deyit, farsım orada türkü öy. Sərvər sənəl gəzəmsə, gəzəm fəladı var mən olum fəda, beşdə malikdən sağik olsə. Rəqdə Məhəmməd yerində yatan, özünü pul deyib bərbərdə satan, Tibli Kənaq evin ləşini satan Vəsiyyid Mustafa olsan qalqıyalı məhşər. Sözlər Dufarqandan basın, götürüb o bilsin necə deyəcək. Tamam nəbilərdən sən övliya, haqq deyib şən və lövlakin övla.
Şeha bir ismin Taha, bir ismin Heyder'di, bir ismin Sehder. Abbas bu sırları təhbilər Allah. Cümbəzəl xizradə zikri ilallah. Beytül müqəddəsdə vallahi billah yoxdur əli kimi zatı qorxunəm. Bir ustadnamə deyək, sonra gələk dastanımıza. Ay ağalar, gəlin sizə söyləyim. Üstümdən keçən dağlar görmüşəm. Naşı bağban bağ bəsləsə bağ olmaz, ustalar əlində bağlar görmüşəm. Oğru əyri adam yuxlaya bilməz, naşı olçu ovu oxlaya bilməz, 4 oğul bir dədə saxlaya bilməz, dədə 8 oğul saxlar görmüşəm. Hüseyin sayı ürəyində yaralar, qayda buduyar könlünü yaralar. Xain dostlar qəlbə çəkər yaralar, sinələrə çəkər dağlar görmüşəm. Sizə danışacağım Əsli və Kərəm dəstanından. Keçmiş zamanlarda ustadlar belə rivayət edir. Gəncə şəhərində bir Ziyad Çoban yaşarmış. O Ziyad Çobanın həyat yoldaşı çox alı olub. Çoban olmağına baxmayaraq yaxçı yaşayış olub. Orada o zaman Şah Abbas tərəfindən deməli Məhəmməd xan hökumət olmuşdu, hökmranlıq eləyirdi. Bəli, görür ki, bunun xanımı çox gözəldir Gəncədə, buna bir neçə atlar qoyur, xülasə bu arvadı Ziyad Çoban boşuyur, boşuyandan sonra bu arvadı kim alır? Məhəmməd xan. Ziyad Çoban ölçür, bilçir, gəlib qoyunların yanında, amma fikrə piçikdədir. Bir zamanda Şah Abbasla bu dağların bir tərəfində görüşmüşdü. Dedi, mən dərdimi gedib Şah Abbasa deməyib və kimə deyəcəm? Durur ayağa, boynu boşluyur, günə bir mənzil teygi mənazil, bir qədər yol gəlib, gəlir satır İsfahan şəhərinə. İcazə alır, buna nigahbanlar yol verirlər. Ancaq bu gəlir, Şah Abbasın xidmətinə baş vurub ədəb yerində durur. O zaman vəzir Allahverdi xanla ikisi ki, o zaman bundan görüşmüşdülər. Bunu görən kimi tanıyırlar, bir-birlərinə göz eləyirlər ki, bu filan gəzdir. Bəli oğlum, nəyə gəlibsən? Deyir, qurban, mənə zülm olub. Odur ki, gəlmişəm sənin xidməti var. İstəyirəm mənim dərdimə çarə eləyəsən. Oğul, sənə nə zülm olub? Burada istəyir nə dillərindən desin. Tərəfindən biz ərz eləyək. Cəm qulaq asanların hamısının salına görə indim. İstəyir Şah Abbasa nələr desin ki, buna necə zülm olub, kimlər zülm eləyib, biz oxuyaq, buna vara qulaq asanların hamısının sağlığına, elimizin sağlığına. Bu havanı da Kərəmi ilə oxuluq, cəm qulaq asanların sağlığına. Başıma mən dönmə dağla şahım. Ay belə başıma mən dönmə dağla şahım. Eylə duanımı ədalət ilə. Ha belə sərtazım sər verməyi qıblagahım. Sərtazım sər verməyi qıblagahım. Eylə divanım ədalət eylə sənənəm. Başıma mən dönüm ədalət şahım. Eylə divanımı ədalət ilə. Sərtazım sərvərim ey qıblagahım, eylə divanımı ədalət ilə. Dedi, ol sənə nə zülm olubdu bu məmləkətdə? Qurban icazə versəm, bala-bala deyəcəm götürüb.
Ziyad Çoban sözün ikincim belə deyir. Derin derin deryalara dolmuşam, saralılan heyva kimi solmuşam. Ha böyle baş götürüp böyle kulluğuna gelmişem. Eyle divanım yedalet ile aysenenem. Dərin dərin qurban dəryalara dolmuşam, heyva kimi saralmışam, solmuşam. Baş götürüb qulluğuna gəlmişəm, eylə divanımı ədalət ilə. Oğul sözünü biraz aydın aşkar söylə, biz baş tapaq götürüb o bilsin. Kara bağrım dönüpdü, yanaş kuzumdan bağrıma olup yala. Abeleye gel rəhmin gəlez yaz çobana. Əgər rəhmin gəlez yaz çobana, eylə divanım yədalət ilə vay sənənə. Bəli sözünü belə tamamlayır. Yanıb qara bağrım dönübdür qanam, əşq uzundan sinəm olub nişanam. Əgər rəhmin gəlsə Ziyad Çobana, eylə divanım ədalət ilə dedi oğul, mən baş tapmadım aşkara söylə. Əzlərim indi götürüb, görək ikinci bəndini necə deyir, bunların sözü hara yetişəcək? Ziyad Çobanın sözündən Şah Abbas da baş tapır, buna nə dərman eləyəcək? Tərəfindən deyək sizin hamımızın sağlığıza, onu da cəlili havası ilə. Yaman başladı. Gel eyle derdime, çalayayım, çalayayım. Məhəmməd zulmünü aşkar eyledi. Məhəmməd xan zülmün aşkar eyledi. Elindən olmuşam, bir avarayam. Qurban zamanəm əlilə yaman başladım. Gəl eylə dərdimə çarə ağlaram. Məhəmməd xan zülmü aşkar oldu. Eldən düşdüm mən avara ağlaram. Oğul Məhəmməd xan sana neynədi? Allah verdi xan, Məhəmməd xan Gəncənin valisidir, bəli. Oğul ikincini söylə, götürüb necə deyəcək?
məcnun etdi, çöllərə saldı. Qurban, mən o uzaq yollardan piyada gəlmişəm. İstəhli yarımı əlimdən aldım. Güllü gülüstanda güllərim soldu. Mən düşmüşəm ahızara, ağlaram. Oğlu, sözünü qurtar, qoxma, dərdinə çarə eləyəcəm. Seni adalet bildi. Alışmışam indi naraya yağlaram, naraya yağlaram. Gecə də, gündüz də alışdım, avara oldum. Bahar buludu tək boşaldım, doldum. Ziyadam tək sən ədalət bildim. Mən düşmüşəm ahızara, ağlaram. Sözünü tamam elədi. Əzizlərim, bu Şah Abbası açdı ürək dərdinə, onu bir-bir söhbət elədi. Oğul Məhəmməd xan nə iş görüb? Belə deyən, bu yavaş-yavaş o ürəyinin sırrı, acarayan belə oldu, mənim xanımımı boşatdırdı, zorla indi özünə əyal eləyib. Dedi, durma. Allah verdi xan, bir qədər də özünə dövrə götür. Dur ayağa get, bu çobanı orada xan eləyəcəksən, Məhəmməd xanı gətir mənim xidmətimə. O hərəm səradən götürdü bir dana qəmər bağını atdı, bir gözəl göyçəyi Ziyad çobana əqd elədi. Dedi, sənə bir namə verdim, oldun Qafqazın bəyi. Odur şəzlərim, bu Allah verdi xan, bunu da götürüb 500 atlı ilə bərabər bir qədər yol gələndən sonra çatdılar Gəncə şəhərinə. Məhəmməd xana xəbər gedib, Məhəmməd xan çıxdı bunun peşvazına, gəldilər, yetişdilər, bəli, dərbara. Oğul, nəyə gəlibsən? Allah verdi xan vəzir, nə iş vardı? Açdın Şah Abbasın naməsini qoydu bunun qabağına. Naməni oxudu, rəngi saraldı. Allah verdi xan dedi, orada nə yazıb? Dedi, yazıb, çobanı orada bəylər bəy elədim, Gəncədə xan olsun, Məhəmməd xanı gətirin mənim xidmətimə. O gündən elə Ziyad çoban ordu Cəngədə bəylər bəy. Əzim, bunun günü xoş keçir orada, indi qayıdaq hara? Şəhəri Təbrizə. Şəhəri Təbrizdə Qaraməlik məhəlləsi hamıya bəlli və aydın bir yerdir. Orada keşişlər yaşayırdı, ermənilərdən olurdu. Orada qara keşiş adlı, yəni Qaraməlik məxsus adı qara keşişdir. Bu ölçdü biçdi, gördü buna burada gün xoş keçmir, dedilər Gəncədə bir Ali Ziyad xan var, yaxşı ədalətə sahibdir. Heç olmasa duraq buradan köçümüzü sataq gedək Gəncəyə. Səhər yuxudan durdu, elan elədi böyük dövrəsinə. Dedi, bura bu yaxınlıqda bir bəla gələcək. Buradan çıxmaq lazımdır. Mən gedəcəm, məndən gedən gəlsin. Odur ki, əzlərim, bu durub səhərə yaxın köçünü yığışdırıb, bununla gedən bir 300 atlıq olub, 300 ev olub. Bunlar bir neçə gündən sonra özlərini çatdırırlar Gəncənin biraz qalmağına. Orada bir qasid yolluyurlar, hara? Ziyad xanın xidmətinə. Qurban, biz Təbriz vilayətindən gəlmişik. İcazə versən bizə burada bir yer ver, biz burada oturaq edirik. Odur ki, bu da qəbul eləyir. Deməli, Gəncənin yaxınlığında Zəngi kəndində bunlara yer verir. O kəndi verir bunlara, ermənilər orada qalırlar. Bala-bala günlər soğuşur, Ziyad çobanıyla Qaraməlik araya bir dostluq olur. Gündə gəlirlər, bir bağçada yeyirlər, çillər ki, evləri sazalır, günləri soğuşur. Bir gün gəldi, gördü ki, Ziyad xan yaman qəmlidir. Qardaşlarına nə gəlir? Dedi, vallahi, mənim dövlətim, yeməyim, içməyim həddindən izafədir. Nə olar da Allah mənə də bir evlat verir. Dedilər, mənim də ürək arzum olur. Bilirsən ki, mənim də evladım yox. Bəli. Dedi, bu xanə bağçada
çağıraq yoxsullara, fəqirlərə ehsan verək, Allah birinin səsini eşidər. Dəstur verdi o zaman ali mühəndislər, gəldilər bu bağçaları bəzədilər. Yoxsullar, fəqirlər gəldilər, yedilər, içdilər, keyfləri sazaldı. Hamısı dua elədi. Allah sən özün Ziyadxan bəylər bəyinə bir evlat ver. Bu cəmaat çıxıb gedəndən sonra bunlar ikisi qalıblar. Bir rivayət deyərlər ki, xanımları orada oturmuşdular bulağın başında. Bir qırmızı alma gəldi, onu götürdülər. Amma mən ustadımdan eşitdim ki, deyərdi ki, Ziyadxanla Qaraməlik oturublar bir axar suyun qırağında gördülər, alma vaxtı deyil, bir alma gəldi. O almanı götürdülər, Ziyadxan dedi, bəlkə şan saynasın, almasıdır. Bunu götürdü, yarısını özü yedi, yarısını verdi ona. Dedi, sən də birazını verərsən xanımına, birazını özün yersən. Allah səsimizi eşitsə, bəlkə də bizə bir zuruya bir evlat verdi. Amma bir əhd eləyək. Nə mənədir? Sənin oğlun oldu, mənim qızım, mən qızımı sənin oğluna verim. Sənin qızın oldu, mənim oğlum, sən qızını mənim oğluma ver. Əhd elədilər, əhdinaməni imzaladılar. Elə o gündən də bunların analarının bətrinə uşaq düşdü. Müjdə gətirdilər, bunlar müjdə aldılar. Əzizlərim, o gün oldu ki, uşaqlar gəldi dünya üzünə. Ziyadxana bir oğlan, Qaraməliyə bir qız. 3 gün, 4 gündən sonra bunların at qoyma mərasimi başlandı. Onu da çəkərdə, silmə, çəkərdən. Sən ala çəkərdən, durun orada. Odur ki, at qoyma mərasimi başlananda bunlar otdular fikir. Dedilər Ziyadxan ad qoysun. Dedilər oğlanın adını qoyaq Mahmud, Peyğəmbərin adından götürdük ki, buna zərər ziyan olmasın. Qızın adında Peyğəmbərin anasının adından götürək Məryəm qoydular. Amma bu gəlib Zəngi kəndində yaşayır. Qaraməlik Zəngi kəndində olur. Ziyadxan Gəncədə. Evlatlar bir-birini görmürlər. Deməkdən bunlar çatıblar 15-16 yaşlarına. Bir gün Kərəm dedi ki, bunun bir lələsi var, Sufi lələsi. Lələsən Allah, atamdan icazal çıxaq bu dağları bir. Bəli, Sufi lələ gəldi, baş vurub ədəb yerində durdu Ziyadxanın qabağında. Qurban, deməli, elə gözəl dərs oxuyub xət yazardı, adına bunun Mirzə Mahmud deyərdilər. Gəlib, oğlun icazə istəyir bu dağları bir seyir eləsin. Dedi, nə maneyi var? Gedin bir at götürün hərəcə, binin bu dağları seyir eləyin. Bu da qızı görməyib, bir dana da tərlan quş götürdü, çıxdılar dağlarda siyahətə. Ancaq gəldilər Zəngi dağlarının bir tərəfində quşu buraxdılar. Quş yerdən bir kəhlik qalxdı, düşdü onun dalsıca. Kəhlik özünü getdi. Əsli xanımın qucağına qız bağda oturub döşəmişdi. Bu istədi geçsin onun əlindən alsın, kəhliyi buraxdı, tərlanı tutdu. Ancaq tərlanı tumarlayır, Kərəm adı burada gələcək bunun üstünə, bağa ki varid olur. Mirzə Mahmud bir fikir elədi. Dedilər ki, karım əvvəldə əlimdən getdi, bunu tapmaq lazımdır. Mən gərək gedən bunu tapam, dedi oğul. Bura girmək olmaz, bura ayrı adamın yeridir, gedərsən başına qəza gələr. Belə olan bu qəbul eləməyib. İstəyir burada nə dillərlə tərlanın getmağını desin. Tərəfindən biz deyəsiz can sağlıq olsun inşallah. Onu da bir yanıq şərəmi ilə deyəcəm. Əvvəl şikardı, görək tərlanı tapır yoxsam yox. Ağalar bir tərlanı bitirdi. Ne
Dətti dolanıram dalındayım Onu tutan xeyri bəhrin görməsin Mən yazığın naləsi var dalındayım Belə yaşıram gülərlər, biləklər gülərlər Dünya canağın olsa, yoxsul olsan gülərlər Ay ağalar bir tərlanım itibdi Sağ əlimdən sol əlimə alınca Onu tutan xeyri bəhrin görməsin Mən fəqrin nalası var dalınca Dedə indidən fəryad başlama, quş bağa gedər. O bağçada olacaq, gəl gedək quşunu tapım dedə, oğul fikir ver o birisinə. Silahlar düzülüp dünya için Silahlar düzülüp dünya için Elif qətti yazılıb diye için Del gövlümle yağlarsan yar için Bək günlərin səfası var dalındayım Sevgilim Ha belə yaşıram qaram Yazaq əldə qaram Dəftərin əzəl başımda mən baxıb qaram Silahlar düzülüb demək üçün Əlif orada yazılıb deyə üçün Dəli könlümü ağlayarsan nə üçün Bək günlərin safhası var dalınca Amma belə deyən öz qəlbindən keçirtdi Mənim əvvəl şikarımdı bu quşu tapanmadım babama Nə deyəcəm götürüb o birisin Mahmud vədə verdi yüzülə Yaşıl başlar göldən gölə düzülə Bir içi qatarından üzülə Ölüm yeydi bu günlər göldə Belə yaşam dalda yer, mehtar dalda yer İki gövül bir ola tez tapar dalda yer Dətti Mahmud vədə verdi yüzülə Yaşıl başlar göldən gölə düzülə Biri ki qatarından üzülə Ölüm yeydi bu günləri görüncə Odur kəzlərim Bunlar gəlirlər bağçanın yaxınlığına tərəf Bir qədər gəldilər, satdılar hasara Bu lələ biraz tamahkarı idi Sən demə bu qızı da tanıyır Buna bir könül müştəri nəzəri ilə bir baxmışdı bir zaman Dedi, xanı oğlu, bura girmək olmaz Ha, niyə? Dedi, bura erməni bağıdır Bir zaman girərsən, burada səni öldürərlər Mən otobüstat deyə bilmənəm İcazə ver, qabaqsan mən gedeyim Mən gedəndən sonra fürsət taparam Əgər getməli olsa səni də aparacam Belə deyəndə Kərəm bir hesab Mahmud bir baxdı Dedə olmayacaq Niyə? Dedi bu şikar mənimdir icazə ver mən gedim bağçıya Dedi yox bu da olan deyil
Onda xanoğlu tapa biləcəksən mənim şikarım. Hə, oğul taparam, niyə tapanmıram? Əzlərim burada aşıq kökə əvəzləyir. Sonra görə hangi kökündən istəyir, burada bir-birlərinə desin bu quşu tapacaq, yoxsa yox tərəfindən deyərik sizin hamısını sağlayır. Ası ilə görə indi burada bir-birlərinə istəyirlər, nə desinlər tərəfindən deyəsinlər sağ olun. Tərlan düşüyey belə tapanmasam ne zolar. A belə gözüm yola baxır ey həsrət nigaran. Tərlan düşüyey belə tapanmasam ne zolar. Belə yaşğamı koy içmeli, mərəndini koy içmeli. Ya mələrəmi taparam, yavran olsun mən sana. Aman lələ, quşum yetdi şikarəm, tərlan quşu tapanmasam necə olar? Yollara baxıram həsrət nigaran, tərlan quşu tapanmasam necə olar? Xanoğlu qorxma, sənin quşunu tapıb verəcəm sənə, alıb lələ belə deyir. Çəkməyi belə fəqan eyləmə. Tərlan yey belə mən taparam xanoğlu. O belə yağ çəkib qəm yeməyə qəm gün oturma. Tərlan yey belə mən taparam xanoğlu. O belə yaşamı dağlar səni, qar yağar bağlar səni. Düşman gəlib şad olar, dost gələr ağlar səni sana. Bu qədər ah çəkib fəqan eyləməm, tərlanını mən taparam xanoğlu. Ah çəkib qəm yemə, qəmcin oturma, tərlanını mən taparam xanoğlu. Belə deyən, alıb görək burada, Mahmud istəyir ikinci, necə desin? Əsgər Alipurun özünün balalarında sağlanan, bunu da oxuyuruq Qaradağ şəstəsi. Getdi bilmədim, buradan uçdu dala getdi bilmədim bala. A belə yemək üçün ailələ bala getdi bilmədim. Tərlanımı tapanmasam necə olar ay ayədi. A belə yaşğam yerli Mərdim kərvan çöşdü dalıncan el ayədi.
hara getdi bilmədim. Buradan uçdu dara getdi bilmədim. Yemək üçün bara getdi bilmədim. Tərlanımı tapanmasam necə olar? Oğlan qəm eləmə, götürüb görəklərə necə cavab verdi. Bakma sağa git bağlama bala. Ha belə şikar üçün ay balama git bağlama. Allah'ım ben taparam kanım ya ay bayeli. Çeşmeli sular bu yerde gelip ölsek göçler bularlar ay bayeli. Tərlan quşum bağa gedib ağlama. Sola baxma sağa gedib ağlamam. Şikar üçün oğa gedib ağlama. Tərlanını mən taparam xanoğlu. Əzlərim çün əvvəl sidimizdə yer yoxdur. İnşallah dastanım baqisin. İkinci sididə danışacağım. Sizin hamınızın sağlığınıza xoş olub, xoşbəxt yaşayasınız.